Bunu vurandan sonra bu əkə deyir ki, sizi güllələyəcəm. Yoxdur, yürüyüşlərdən əlavə bir də ki, öz başınalığı belli deyər. Bugün mal ora keçsə, götürənə vurar. Biz kimsiz məclisinə sənət ediyoruz. İsmayıllı rayonunun Quba Xəlilli kəndində örüş sahələri ilə bağlı illərdir davam edən problem kənd sakinlərinin narazılığına səbəb olub. Sakinlər iddia edir ki, kənd ətrafındakı torpaqlar qanunsuz şəkildə zəbt olunaraq hasarlanıb və bu da maldarlıqla məşğul olan əhalini çətin vəziyyətə salıb. Təxminən 2500 nəfərə yaxın əhalisi olan kənddə əsas məşğuliyyət əkinçiliyi və maldarlıqdır. Problemimiz örüş məsələsidir. Bax, gördüyünüz bu ərazini 18 hektar ərazidir. Qeyri-qanuni burada bina tikib 5 hektar göl salıb, 3 hektarda torpağın təyinatını dəyişərək yonca əkir. Rəhimov Zakir Zəfərquluoğlu. Bəli, indiki gördüyünüz adam, gördüyünüz ki, nə qədərini aqressiv danışır, nə qədərini aqressiv hərəkət edir. Mənə dəfələrlə deyib ki, buradan bayına keçsin, səni tüvəhlə atarım alınma. Belə bunu belənciyinə kükür edən, bunu belənciyinə şey eləyən şey bələdiyyədir. Arxasında duran bələdiyyə. Quba Xəlilli Bələdiyyəsinin Mirzəxanov Mirzəğalı. Bəli, bunun əsas podreşkası budur. Görürsünüz, nətərinə aqressiv küküryə danışır ki, mən belə eləyəcəm, mən elə eləyəcəm. Deməli, bu ona arxayındır ki, bu helensini eləyir. Bax, bu gördüyün göldən tor atır, qanunsuz balıq çıxardır, həmin o bələdiyyə sədrin balıqla təmin eləyir. Kəndlilərin sözlərinə görə, vaxtilə malqaranın sərbəst otarıldığı ərazilər son 15 ildə mərhələli şəkildə yoxa çıxıb. Bizdə Qarasu deyilən bir ərazi var o tərəfdə. 70 hektar oranı verib hansısa bir şirkətə. Bu dağın dalında yerlər var 100 hektarlarla. Oranı verib kimlərəsə qeyri-qanuni şumlayıb taxıl əkir. Bax, gördüyünüz gölün böyrün şumlayıb buğda səpir həmin adam. Ümumi ərazi deyərəm ki, bəlkə də 100 hektardan 200 hektara yaxın əraziyə zəbt oldu. Qanunda göstərilir ki, burada Ədliyyə Nazirliyindən ki, məktub gəlib. Kənd ətrafı, o örüş yeri icarəyə və satıla bilməz. Gördüyünüz kimi, bax, özü malları eləyir, bu cəmaat, bu kəndin cəmaatı hamısı qalıb belənçində. Malın otarmağa yer tapır. Bugün mal ora keçsə, götürənə vurar. Görürsən, 2 dənə bax, bura haçar var. Yəni ki, buradan bayına bir nəfəri qoymaram keşimə. Bax, qazıb buranı, o buranı. Gəlir, cəmaatın malı qoyunu düşür bura. Sakinlər bildirirlər ki, örüş sahələrinin azalması səbəbindən bir çox ailələr mal-qara saxlamaqda çətinlik çəkir. Hətta heyvanlarını satmağa məcbur qalırlar. Başda prezident, cənab prezidentimiz, Ədliyyə Naziri, bələdiyyələrlə iş mərkəzi, əmlak komitəsinə. Bax, hamımızın da imzamız burada, telefon nömrəmiz. Bunu vurandan sonra bu əkə deyir ki, sizi güllələyəcəm. Bu əkə bax, həmin bu Babayev şahını şərləyib. Örüş yoxdur, yürüyüşlərdən əlavə bir də ki, öz başınalığı belli deyər. Bu məlum məsələdir, bilinir də. Beləcə məsələsində deyir, bizim bax orada örüş yerlərimiz var. O verilib, hər bir adama verilib qalıb. Bura ümumi istifadədir. Orada biz ümumi istifadədə heç nə otura bilmirik. Yer yox. Mallarımız bax, görürsünüz, arıqdır. Bu yaz vaxtından belə mal arıq olmaz. Siz baş malı da görürsünüz bu mallar. Gedin öz yerli mallarına baxın, bu mallara da baxın. Çəkiliş zamanı adı hallanan şəxs də əraziyə gəldi. O, sakinlərlə mübahisə edib torpağın ona məxsus olduğunu bildirsə də, sənədləri təqdim etməkdən imtina etdi. Kənd sakinləri şikayət edir ki, siz zəbt eləmişsiniz əraziyi. Qanunu zəbt. Qardaş, qanunu mənim yerimdir, örüş yerim. 7 hektar 68 sutuyur. Yuxarılarda onlar da qanuni yerlərdir. Gedib əmlak komitəsindən yoxlatdırıb. Var sənədləri sizdə? Var, mənim sənədlərim var. Göstərə bilərsiniz? Xeyr, siz kimsiz məclisinə sənət ediyorsunuz? Sakinlər iddia edirlər ki, kənd ətrafındakı torpaqların zəbt olunmasının əsas səbəbkarı bələdiyyədir. Onların sözlərinə görə illərdir müxtəlif dövlət qurumlarına müraciətlər edilsə də heç bir nəticə əldə olunmayıb. Kənd sakinlərinə bələdiyyə sədri bilmirəm pulla verib, yoxsa birindən bir quzu alıb verib, birindən bir keçi alıb verib, hörmətə verib bilmirəm.
Elə adam var 5 hektar tutub, elə adam var 3 hektar tutub, elə adam da var ki, bir sot yer yox. Şumlanıb, yonca əkilib, Rəhmov Zakir yonca əkib, göl salıb orada. Qanunsuz olaraq qazdırıb göl salıb. Təsərrüfatla məşğul olmaq üstüdür. Kəndin 70% malını heyvanı satıb. Satıb saxlaya bilmirlər. Biz də bu nöqteyi nəzərdən qərarı gəldik ki, cənab prezidentin dediyi kimi ictimai nəzarət. Biz də ictimai nəzarətlə sizin kanal vasitəsilə prezidentimizə sözümüzü satmaq istəyirik ki, bizə köməklik eləsin. Hal-hazırda bələdiyyə ilə əlaqə həftənin birinci günündür. Bəli. Saat 3 radələrdir. İş vaxtıdır. Bəli. Buna baxmayaraq bələdiyyə zəng vurur, telefonlarımıza cavab vermir və Verməyəcək. işdə yoxdur. Deyirlər ki, işdə yoxdur, bu gün gəlməyəcək. Bəli, Yəni siz də şahidsiniz də buna. bəli, bəli, şahidəm, bəli, gəlməyəcək, telefonda qaldırmır. Hələ bir Bizə də elə deyir. Gedin, kimə nə deyirsiniz deyin. Əlinizdən nə gəlir, kimə gedin, şərt yeri verin. Mənəm buranı yiyəsin. Sakinlər aidiyyəti qurumlardan problemin köklü şəkildə həll olunmasını tələb edirlər.